Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar. Qlobal Info.az məlumat verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. İlkin xəbərə görə kənd sakini, qardaşı, qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. Xəsarət alan şəxslər rayonun Üçtəpə kənd sakinləri, 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır. Hadisə ilə bağlı Dinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs 4 dəfə məhkumluq həyatı yaşayıb. O, hadisəni törədərkən sərxoş vəziyyətdə olub. Baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.